Sağ sola getdi, biraz düz gedək. Yeni bir video hər kəs salamlayıram. Bu günləri yeni bir ev alacağıq. Apartman almışdıq. Apartmandan sonra dedim bir dənə yenə pullu ev alaq. Pullu qaqaşıq deyə bir dənə yeni ev alaq. Pul var. Pulun üstə nəyimizə lazımdır. Evin üçüncü almamışdan əvvəl bir dənə gəzək ətrafını, içinə baxaq. Görüm. Çıx gəl o tərəfə. Dən baxaq görək. Evin görkəm görüntüsü kimi belə. Qoşaydı olma. 2 mərtəbəlidir yox 3 mərtəbəlidir? 2 mərtəbəlidir. Dən pilləkən tərəfə gedək çıxaq. Görək necə görsənəcək. Orada pilləkən də var. Bizim üçün 0 puladır. Hətta pulsuzdur hər şey bizim üçün. Burada divar işarəsində düşə bilsə yanfısı. Qapını kəsə bilirdi yanfısı. Get çıxaq yuxarı bir dənə. Gəzmək olur ha. Qapını açmaq olmur amma. Alandan sonra açmaq olacaq. Görürsünüz kimi belə. Burada o hovuzlu deyəsən. Mən biləm. Çünki şəlalə axır buran. 2 mərtəbəlidir yoxsa 3 mərtəbəlidir bu? Aşağısı qarajdır. Yəqin 2 mərtəbəli olardı. Amma belə 3 mərtəbəlidir. Amma aşağısı qarajdır. Bura 1-ci mərtəbədir. Burada 2-ci mərtəbədir. Toplamda option 3 mərtəbəlidir. Amma yəni qarajı hesablamasaq 2 mərtəbəlidir. Yəni salona gəzək. Odds Minson. O2. Burada nə var? Pəncərədə bu qapıda nədir belə? Buradan necə içəri girmirlər amma yəni almamışıq deyə. Burada bir dənə görürsünüz kimi oy düşmüşdüm az qalsın. Oy düşürdüm az qalsın. Burada bir hovuz var. Oyun avcısı deyəsən buradan bir dənə maşın tapmışdı. Sarı Clio'dur ya Golf'dur hansı maşındır. Bir dənə maşın tapmışdı. Şəlalədən şu aşağı. Gördüyünüz kimi qarajıdır. Yəni çox gözəl bir yerdir. Çox gözəl evdir. Çıxaq buradan yuxarıya bildim qalacam orada. Girək bir dənə aşağı düşək, biraz evdən uzaqlaşıb sonra təzədən girək ki, ev ala bilək. Yəni hardan çıxaq deyə soruşsaz, təbii ki, buradan çıxırıq. Buna girməyim orasında. Yəni ikinci mərtəbəyə çıxıram, burada qarajda da girməyim orada. Gəlin təzədən yaxınlaşaq. Maşınımız oradadır. Təbriklər eləyin görüm. Nədə qarajı var ha bunun? Maşallah deyirəm, maşallah. Bunun nə qədər? 1, 2, 3, 4, 3'dür, 4, 5, 6, 8 dənə qarajı var ya. Nə yaxşı. Amma təzə aldığımız maşını gətirməyəcəm bura. Başqa maşın gətirsin, bu təkərlər var. BMW təkərlər var orada. Burada fan təkərdir. Bura atölye kimi bir yerdir. Yəni girək burada, yəni iş zat görsən, təkər zat düzəlsin. Burada bizim kuxnadır. Nasıl qonaq otağıdır. Qapı açılır. Bir dəqiqə. Burada şey var, film işarəsi var. Oo, film izləmə yeri. 8K ola. Mənim videomda 8K montaj olsa bura. Babat izlənir, 4K deyə az izlənir ola. 8K cəmat hələ 16K ilə, 32K ilə, qosunu necə eləyirsiniz? Hansı proqram eləyirsiniz ola? Nəsə qapım var, burada deyəsən qonaq otağıdır, nədir ola bura? Burada da qapı var, bu nədir? Bu da deyəsən izləmir, tualetdir bura. Amma qapı açılmır. Bura qız tualeti yoxsa oğlan tualetdir ha? İkisinə yapışdırıb ki, keçə bura. Dediyim ki, buradan qapı açılır. Buradan çıxa bilərik, oradan da çıxa bilərik. Burada bir şey, məşhur şəkilləri zadı var. Burada mənzərə şəkli var. Qarajın üstə gördük, yəni çıxayıb 2-ci mərtəbəyə. 2 deyil, 3-dür, bilmirəm, nədir? Burası, nədir o bura? O, fitness salonudur bura. Bu açılır. Hə, bura bildim də, bura isinmə yeridir, hə, bildim. Ya paltar dəyişmə yeridir, ya isinmə yeridir ora. Temperatur yəqin 100 dərəcə olur orada. Burada yenə qız deyə oğlandı, bilmir hansı tualet var. Və qaçış yarışıdır. Qaçdıq. Dambazat qaldırsam. Biraz keçə bu tərəfə. Burada yataq otağı, bilməm kimin yataq otağıdır. Kim qalmaq sizə gəlib qala bilər. Kirayə verirəm evi. Palit eləməyin, kirayə verirəm. Yəni buradan çıxsaydıq elə bura gələcəkdik, buradan girəcəkdik. Hovuzdakı bir yaxşı hovuz belədir. Amma prosto maşını necə gəlib? Yəqin ki, qurma videodur, oyun avcısının videosu. Yəni maşını əvvəldən gətirib bura qoyub, sonra video olsun deyə çəkiblər. Bu nədir o belə? Divandır bu, yaşa divandır o bu. Girə bilərik görünsün, boğulub eləməliyik. Boğsaq görsən burada doğular, oğlar. Məncə yox, çünki maşını bura park eləməmişik. Hər nəysə, gəlin keçək bu tərəfə burada. Nədir bura?
Allah şükür mətbəx deyirsən mətbəxdə bura. Deyəsən mətbəxdə, hə mətbəxdir. Səhərdən axşama kimi mətbəx dedi. Allah şükür gəldim mətbəxə çıxdıq. Görürsünüz kimi otursun, yemək zad yeyirsən, bu tərəf nədir? Yəni burada yataq otağı var.